Salam hörmətli izləyicilər, bu video yeni sürənlər üçündür. Əslində qalanda bəzi təcrübəli sürücülər də bunu bilmirlər. Bax, svetofora yaxınlaşmışıq, stop nişanı var. Stop nişanı qüvvədə deyil, çünki svetofor işləyir. Çox adamlar bunu bilmirlər. Svetofor işləyirsə, stop, baş yol, yol ver nişanları, baş yolun istiqamətinin dəyişməsi lövhəciyi qüvvədə deyil. Bax, bu dəqiqə bizə svetofor deyir, dayan, stop nişanı yox. Bəs nə zaman stop, bəs niyə qoyulub ora? Nə rolu var? İş orasındadır ki, svetofor xarab olsa, tam işləməsə və yaxud sarı yanıb sönən rejimdə işləsə, onda biz stop nişanına baxmalıyıq və soldan gələn avtomobilləri və sağdan gələn avtomobilləri buraxıb sonra getməliyik. İndi ikinci sual. Aşağıdakı nişan, məcburi hərəkət istiqaməti nişanı. Tam yol ayrıcını düz keçməliyik, yoxsa biz sola dönə bilərik. Yolun ortasında barjur varsa, o barjura qədərdir. Barjurdan sonra sola dönmək olar. İndi siz bunu görəcəksiniz. Bax, getdik və yolun ortasında siz indi barjur görəcəksiniz. Baxın, yolun ortasında barjur var. Deməli, məcburi hərəkət istiqaməti nişanı burada qüvvəsini itirir və biz sola dönə bilərik. Sola dönə bilərik. Bir də göstərirəm. Yolun ortasında əgər barjur varsa, məcburi hərəkət istiqaməti nişanı düzünə. Məcburi hərəkət istiqaməti nişanı yalnız həmin barjura qədərdir. Diqqətinizə görə çox sağ olun.